3 otaqlı 130 kvadrat ölçülü, yelçəkər, tam təmirli bir mənzildə sizin qarşınızdayım. Mənzilimiz Yeni Yasamalda Əsəd Əhmədov küçəsi tam yol kənarı binada yerləşir. Yeni Yasamal Əsəd Əhmədov küçəsi 17 mərtəbəli binanın 15-ci mərtəbəsindədir. Qanuni 3 otaq bir mənzil. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub. Giriş qapımız burada yerləşir. Daxil olduqda geniş bir dəhliz hissə var. Baxın, buranın bir otaq kimi də istifadə etmək mümkündür. Keçəcəm mənzilin təqdimatına. Giriş hissəni görürsünüz. Orada mənzilin qonaq otağı, mətbəx hissəsi, tualeti, hamam tualeti. Orada mənzilin əsas yataq otağı və daxilində hamam otağı. Burada isə mənzilin uşaq yataq otağı yerləşir. Uşaq və əsas yataq otağından geniş bir eyvan var və şəhərə gözəl panorama mümkündür. Burada isə mətbəx hissədə bir eyvan, kiçik eyvan var. Oradan isə Yeni Yasamal istiqamətinə baxış var. Səhər gün çıxanda yataq otaqları istiqamətindən, axşam gün batan sizə qonaq otağı və mətbəx hissədən gün düşür. Çox gözəl bir proyekti var. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub. Gözəl qapılar var. Müasir dəbə və zövqə uyğun şəkildə təmir olunub və təmirdən sonra az bir müddət yaşanmış bir mənzildir. Qonaq otağını görürsünüz. Hal-hazırda proyekt bu şəkildədir. Qonaq otağı bax bu şəkildədir. Qazı, su, işığı daimidir. Binada 2 sürətli lift var. Yeraltı dayanacaq, geniş həyət mövcuddur. İnfrastrukturla zəngin bir ərazidədir. İstilik sistemi fərqli olaraq kombidir. Mənzil özü orta evdir. Qarşısı açıqdır. Baxın, belə bir mətbəx hissə var əzizləyicilərimiz. Çox gözəl bir mətbəx hissədir. Və mətbəxdən eyvana çıxış mümkündür. Kənar dairə yol istiqamətinə baxır buradan. Əsəd Əhmədov küçəsi 77 nömrəli avtobus düz binanın qarşısından keçir. 211 və 77 tam binanın qarşısından keçir. Burada kombi sistemi yığılıb. Baxın, çox bahalı bir sistem yığılıb. Baxın, bu şəkildədir. Çox keyfiyyətlidir. Bütün sistemlər kollektor şəklində təsis olunub. Qaz sərğazı da buradadır. Bütün lazım olan hər bir detal düşünülərək təmir olunub. Yenidən qaydırıq mətbəx hissəyə. Baxın, bu şəkildədir. Döşəmə bütün otaqlarda palat parketdən istifadə olunub. Burada tualet hissəsidir. Qiymət çox münasib qiymətdir. 230 min manat başlanğıc qiymət. Yəni Yeni Yasamalda ikinci bu qiymətə belə təmirli, belə bir böyük ölçülü bir mənzil yoxdur. Burada isə hamam tualet hissəsidir. Orada tualet hissə, burada hamam tualet hissə. Burada əsas yataq otağı yerləşir. Bir də dəhliz hissənin genişliyinə baxan əzizləyicilərimiz. Baxın, belə bir gözəl, geniş bir dəhliz hissə var. Adam içəri daxil olduqda fərahlıq gəlir, çox geniş bir dəhliz hissəsi vardır. Burada əsas yataq otağıdır. Qeyd etdiyimiz kimi daxilində hamam otağı var. Baxın, bu şəkildədir. Buradan isə eyvana çıxış hissə var. Qarşısı açıq, gün düşən bir eyvandır. Tozlu olduğu üçün çıxmıram. Baxın, belə bir yataq otağı vardır. Qanuni 3 otaq yelçəkər, tam təmirli bir mənzil. Burada isə mənzilin uşaq yataq otağı yerləşir. Baxın, bu şəkildə belə bir uşaq yataq otağımız var. Gün düşən bir mənzildir, qeyd etdiyim kimi. Hal-hazırda özünüzdə görürsünüz. Mənzil haqqında ümumi məlumat qeyd edəcəm sizlərə. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, tam yol kənarı, 17 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. 130 kvadrat ümumi sahəyə malikdir. Bir daha qeyd edirəm. Qonaq otağımız, mətbəx, eyvana çıxış, tualet, hamam tualet. Əsas yataq otağı, daxilində hamam otağı, eyvana çıxış, uşaq yataq otağı, eyvana çıxış. Şəhər istiqamətinə baxış, Yeni Yasamal istiqamətinə baxış. Qanuni 3 otaq 17 mərtəbəli binanın 15-ci mərtəbəsində. Qiymət 230 min manat başlanğıc qiymətdir. Sənəd binada MTK müqaviləsidir. Bütün xərclər ev sahibinə aiddir. Yəni MTK müqaviləsindən sizin adınıza keçirmək ev sahibinə aid olan xərclərdir. Müştəri üçün yalnız vasitəçi xidmət haqqısı vardır. Qalan bütün xərclər ev sahibinə aiddir. Mənzil haqqında bu qədər. Növbə çəkişdə və mənzildə görüşənədək Allah alana və satana xeyir versin.